Herkese yeni bir günden salam. Necəsiz dostlar? İnşallah gəlməyin çox yaxşı olarsınız. Əgər bu marujnanı keçən blogda görmüsünüzsə, biləcəksiniz ki, hansı gündür bugün. Oy, bütün hər yer par oldu. Neyse. Deməli, axşam yeməyinə anam kartof qızaracaq burada qoyub, bir də ki, tört qızardır. Mən də dedim ki, o biri blogu editləyib bitirmişəm yəni. Sabah buraxacağam. Dedim, əlimə alım telefonu və təzə bir bloga başlayayım. Yəni, kərpəndə saatımız belə qalmışdı. Ona görə bir dənə bir dənə pomidor doğrayacağım üstünə ki, biraz çox olsun. Dostlar, necəsiniz, nə edirsiniz? Gününüz necə keçirdi də bunları məndən bölüşməyi unutmayın. Mən də sizlərin üçün rəylərinizi cavablamaya çalışacağım. Çünki əslində rəyimiz yox, taxtlayacağım. Əslində rəyimiz yoxdur. Bu məni çox hirsləndirir. Amma ki, gözləyirəm mən ki, rəyiniz gəlsin. Mən də yeni biləcəm. Görürəm bunu. Neyse. Yenisini almışdıq bundan. Yəni ki, anam gibi da təmiz donsu da evliyə qalsın. Neyse, bu dəqiqə biraz var bitirmişəm də vlogun editini. Evdə səs küyütünə gündə ki, mən də bilmirəm necə bir vlog çəkim, necə çəkim. Videonun səsləndirməsini güc bala eləmişəm ki, səssizlik olsun. Yəni, digər səslər gələn olmur artıq. Ona görə mən qalıram belə. Və belə. Tez qoyum. Amma var kömək edirdim. Amma deyir ki, sonra eləməm. Özüm eləyərəm. Ona görə onu bıraxdım. O da getdi. Hala özü eləyir. Və dəymirəm. Mən dəmə doğrum gəlirəm. Çünki heç xoşum gəlmir belə kamera qarşısında doğramaqdan. Dostlar, deməli doğradım. Pomidorun yarısı qalsın. Çünki mesela balaca qaldı. Həm də bizim yətdə çox yeyilmir. Belə bal dərəcədə yeyilmir. Çünki belə biber doğrayım. Dəqiqə. Bayaqdan səslər gələ bilər. Küçədə uşaqlar olmuyor. Bizdəki pəncərələr açıq görə. Əslində kuxlanın pəncərəsi açıq deyə. Belə hər yerdə bağlı çünki konservlər işləyirək pişirik. Çox istidir həqiqətən. Bazar günü yaman istidir. 37 dərəcə verəndə biz 41-42 olduğunu başa düşürük yəni. 37 dərəcəni bənzəmir çünki. Bunu təmizləmiş tapmıyor mu? Temizleyeyim. Birinci sevdiğim bunu. Etraf seslerine göre yani üzülürsen. Ama geri kalsın. Yani toyğun vəziyyətinə baxın tez bazar ki, necə bir vəziyyətdədir tez. Gəlin inşallah ki, yandı falan eləməyim. Bunun hələ yox, tez üstünü çevirmək. Şey qızarmıyor da hələ yox. Yox, ancaq yox. Yox, belə şey qızarsınır. Annem mini bir soğanlar da doğradım, belənin içine koydum. Burada bir tane qab var, onları silim tez və burada da ki bunlar yuyum tez. Neyse, bunları da tez yuyum və sonra gelip çalışacağım, anamı kömək edeyim. Əslində bunlar məni gözləyir, çünki bunları nəzarət etmək lazımdır. Ama işin olmaz, mamama da kömək lazımdır. Dostlar, əmim gir rayona getmişdilər Qubaya və bizə belə bir səs-küydə hər yer sos istəyir, yemək orada qızır. Deməli bizə belə bir paxlava gətiriblər, çox qəşəngdir. Əslində mən bunu bəyənmirəm. Mənim xoşuma gəlmir həqiqətən də. Mən ən sevdiyim şəkil paxlavasıdır. Hətta öz paxlavamız da deyil. Amma ki Quba şəkərbası mənim üçün ayrı bir ləzzət. Gəldi, sevildi. Mən çox aça bilmirəm. Qutarandan sonra göstərəcəm sizlərə. Belə göstərsəm məncə hər şey aydın şəkildə görürsəm. Necə bütün tozdur da var, amma belə göstərsəm heç nə bilinmir. Bütün da yəni dəlixana çox pis gündədir. Bunlara baxın, yəni hər yer nə gündə. Eynən digərləri də elədir. Yəni atamın telefonun vəziyyətinə. Herkese yeni bir güne salamlar. Necəsiz? İnşallah kəmindən çox yaxşı olarsınız. Səhər eləmişsizlər, yəni ki bu misələr su. Bu şampunla açtım ki sizlərə də göstərim nə ilə yuyacağım üzümü. Bugün ikinci dəfə bunu istifadə etmək istəyirəm. Bunu neçə gündür istifadə edirəm onsuz da. Dedim elə bu dəfə bunu istifadə edirəm. Əlim nə pis. Qarşı bu heç diş pastasıdır. Bu üzümə geri deyil. Bu da ki minnoş bir balzamdır. Bunu istifadə edib sizlərə təəssüratlarımı deyəcəm. Əgər yadınızdadırsa bunu Olivia'dan almışdıq. Deməli dostlar, bundan istifadə elədim. Yaxşıdır əslində, pis deyil. Yəni bəyəndim. Üzü yumşaldır. Anam da dedi ki yani wow değil de yani necə deyim, hem beğendim hem beğenmedim. Ama beğenmediğim hissiyatını bilmirəm hansıdır.
Dostlar, burada isə anam bizi dedikdə qardaşımla məni balıqxanaya göndərmişdi ki, gediyor oradan göyərti və kələm alaq, gələndə də tort falan aldıq. Dostlar, sizlərə nə göstəreyim? Anamın əvvəlki kabrosudur. Bu Honor 4 Lite. Bu arada onun telefonu və çox saralmışdı gördüyünüz kimi və nə güneydi bunlar artıq cırılmışdılar. Bu arada bunu 1 manat almışdım. Deməli deyirdim ki, mama olsa yeni kablo olaq falan. Və bugün getdim 7 manata idi bu. Bu arada telefonu alanda bunun üstündə vermişdilər də. Yəni hədiyyə idi bunun üstündə olan. Və belə bir kablo aldıq. Ümumiyyətlə çox qəşəngdir. Mən çox bəyəndim. 7 manat və çox kip oturur telefonda. Çox bəyəndim. Əladır. Dostlar, deməli növbəti gündür bu artıq və biz mebel mağazasına getmişik ki, anamgil otağı üçün, yeni otağı üçün yeni mebellər seçək. Gözəl təzə mebellər axtarırıq və burada sizə şahmat stolu göstərirəm. Çünki qardaşımla məni oynamağı çox sevirik şahmatı. Ona görə də burada sizlərə onları göstərdim. Sonra burada nə göstəririk? Hamısını bütün arenanın hər yeri çəkmişəm. Hər yeri, yəni bütün mebellərin videosunu, şəklini, hər şeyini çəkmişəm ki, məlum olsun. Dostlar, deməli anam fərqli bir model bəyəndi, amma mən o qədər də bəyənmədim. Mən daha çox bu göstərdiyim modeli bəyəndim. Düzdür, biraz qara təhər idi, yəni bu da onun termosu idi. Kənarları düz termon və böyük bir belə bir şkaf var idi. Anam onu bəyənmədi o qədər də, amma mən bəyəndim. Düz onsuz da onların otağına getməyəcəkdi, çünki mamam giyin otağında divarda lepka var, yəni elə bir şey seçmək lazımdır ki, kip otursun da o həmin lepka hissəsinə. Dostlar, qiymətlər haqqında əslində o qədər də maraqlanmadıq. Bir dənə anamın seçdiyi modeldə maraqlandıq. Çünki bizə, mən sadəcə bunları sizlər üçün göstərmək üçün çəkmişəm. Bu da Sigma Boy kimi çəkmişəm. Burada da divanlar falan hamısını çəkmişəm, yəni göstərmək üçün sadəcə. Belə başqa modelinə maraqlanmırdıq. Əsas bizə otaq mebeli lazımdır və anamın ən sevdiyi otaq mebeli bu idi. Və onu çox bəyəndi, çox bəyəndi həqiqətən də. Dedi ki, termosundan tutmuş şkafı falan hər şey çox gözəldir. Əslində biz neçə vaxtdır ki, mağazalar gəzirik və müxtəlif mebel modellərinə baxırıq ki, bəyəndiyimiz olsun və seçək götürək onu. Amma ki, ambarda saxlamaq kimi bir fikrimiz var, çünki remont hələ bitməyib otaqda. Bu arada remont da bitəndə sizlərə mütləq şəkildə hamısını paylaşdım, çünki bölüm çəkirəm hamısını. Bir dənə Fanta Exotic götürmüşük və bir neçə şeylər götürmüşük. Göstərəcəm sizə yedikcə. Anam Pepsi götürdü. İndi istəyirik peynirci babaya görək neynirik. Deməli, göstərdim bunu bayaq heç. Sonra belə bir Cracks almışıq. Sonra belə bir cips aldım. 2 manat 40 qəpiyə desən düşmüşdü, ona görə aldım. Və anam bir dənə belə nəsə Perisol nədir bundan belə bir şey alıb da. Peynirci babadan da istəyir görək nə aldıq. Bir dənə simit, ya 2 dənə. Xaçapuri və darçın çubuğu. Deməli, gətirdim bunu belə. Ştatifim bu olacaq. O kadar acı değil ama. Bak tadın sen de. Bugünlük ise bu kadar dostlar. Kanalıma abone olup like atmayı unutmayın. Sağ olun. Bye bye.